Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa hər zaman çalışırsınız. Yaxşı olmaq üçün mənəzlərdir. Əlləşirsiniz, vuruşursınuz, əlinizdən gələni eləyirsiniz, amma görürsünüz ki, heç bir nəticə yoxdur. Yaxşı olmaq üçün şuuraltı ilə ilk növbədə işləmək lazımdır. Anlatabildim mi? Elə xəstələrimiz var, posttraumatik nevrozdur. Elələri var, xasiyyətlə bağlı, ipaqondur. Elələri var ki, endogen nevrozdur. Anlatabildim mi? Hərəsini ayrı-ayrıca işləmək lazımdır. Yəni bu psixologdur, yaxşıdır, üst tutum ona, ümid eləyim, pul baxım, bəlkə nəticə olar deyə kör-körənə getmək olmaz. Elə nevrozlar var ki, onun endogenlarda məsələn nə qədər də psixolog lap dərinə getsə uşaqlıq travmalarını belə hər bir insanda uşaqlığında və yaxud keçmişində deyək travmalar mövcuddur. Yəni bu travmalarla işləmək, yəni bu gizli bir şeydir. Çox elə bilir ki, travmadandır. Yəni həkimləri də aldanırlar həkimlər. Elə bilirlər travmalıdır. O da indi hardasa hadisəni çıxardır üzə. Həkim işləyir, görür ki, heç bir nəticə vermir. Bu insan endogen xəstədir. Yəni burada nəticə təbii ki, verməyəcək. İminli psixoterapevt işləməlidir o insanla texnikalarla, şuuraltı texnikalarla, anlatabildim mi? Elə eləməlidir ki, bu insan sağalmır. Yəni nevrozda ümumiyyətlə sağalma termini yoxdur. Mən elə şeyə inanmıram. Nevroz remissiyada qala bilər, amma nevroz sağaldı söhbəti yoxdur. Bu patoloji bir xəstəlik deyil ki, bu sağalsın. Sadəcə beyni bəzi texnikalarla öyrədir ki, onun qarşısını alsın, ona yanaşmanı dəyişsin, baxışını dəyişsin, onu qarşılamasını tam dəyişsin, anlatabildim mi? O zaman bəli, 1, 5, 3 günlər, dəfələr bu təkrarlanandan sonra beyin artıq səni rahat buraxmaq istəyir ki, yəni görür ki, təhlükə yoxdur bu insanda, artıq bu istiqamətin dəyişir və sakit nervin sistemi sakit saxlayır. Çünki ömür boyu siz anksiyetadan əziyyət çəkənlər adətən hər şeyi, olayları, hadisələri, pulsuzluğu, nə bilim, ər-arvad söz-söhbəti, uşaqla söz-söhbəti, hər bir şeyi təhlükə kimi ötürür beyinə. Beyin də elə bir həssasdır, nervin sistemi, əsəb sistemi həssasdır deyə dərhal reaksiya verir. Yəni o səni qorumağa çalışır əslində. Lap əslində özünü qorumağa çalışır. Sadəcə siz əziyyət çəkirsiniz ondan. Təbii bunlar işlənəndən sonra ki, bu xəstə başlayır bunun qarşısını alma metodlarını öyrənir və yavaş-yavaş siqnalı ötürür. Hər bir olaya, hər bir hadisəyə normal qarşılayır. Yəni baxışı ona görə dəyişilməlidir. Normal qarşıladıqda mərkəzi sinir sistemi reaksiyasını azaldır. Tamam mı? Yəni passivləşir. Və onunla da ki, bağlılıqları təbii ki, neyromediatorlardır, neyronlardır filandır. Bunlar öz svязlarını qaydasında saxlaya bilirlər, aktiv fəaliyyət göstərirlər deyə bu xəstə normal bir həyat yaşayır, remissiyada qalır. Tamam mı? Bunlar olmayanda dərmanı içirsiniz, hələlik dopamini blokadaya salır, adrenalini blokadaya salır, kortizolu blokadaya salır. Müvəqqəti olaraq siz özünüzü yaxşı hiss edirsiniz. Amma şuuraltı ilə işləməmisiniz, texnikaları bilmirsiniz. Beyin hər zaman kimi həssas qalır. Ona görə də bu sağalma deyil. Sadəcə özünüzü rahatlaşdırırsınız bir müddət, dərmanları saxlayandan sonra görürsünüz ki, xəstəlik yenidən
qayıdır. Ona görə də bütün növ xəstələrlə öz diliyicə öz metodları var, işləmə metodları var, texnikaları var, şuraltı işləmələri. Özünə məxsusdur. Yəni hamısını şablonla işləmək olmaz. Yəni psixoloqam, mən araşdırım uşaqlığın filanın problemini çıxardım ortalığa, onu həll eləyim. Bəzən o da işləyir, amma hər dəfə yox. İşləyim və bu tam rahatlaşsın. Belə bir şey yoxdur. Anlatabildim mi? Nevroz biraz çox qəliz məsələdir. Nevroz gərək həkim özü də bu nevrozdan əziyyət çəksin ki, necə ki psixoloqlar indi bizə müraciət edirlər, görürsüz, həyatdır, düşür qara palasaya və hardasa partlayış verir və özünün ehtiyacı olur. Öz bildikləri özünə nağıl kimi gəlir. Anlatabildim mi? O cümlədən də nevrozlar elədir. Nevrozlar üçün səhərdən axşama kimi nə danışsan ona kifayət eləmir. Çünki o nevrozdur. O hər şeyə bir başqa cür yanaşır. Çünki bu söz-söhbətlər ki eləyirsiniz, onun üçün araşdırırsınız, güya ki düzürsüz, qoşursuz alternativləri. Bu insan ona nəsə bir şey tapıb, predumvet eləyib cavab tapacaq. Ona görə də bunlarla qəlizli işləmək, bununla işləmək üçün gərək özün ilk növbədə xəstə olasan, anlayışın ola, mexanizmi biləsən, hansı metodlardan istifadə edib neyromediatorları balans eləməlisən və yaxud adrenalinin atmasını zəiflətməlisən. Tam blokada olmaz. Yəni dərmanlar tam blokadaya salır. Ona görə də bəzən həkimlər deyir ki, uzun müddət dərman ömürlük də içə bilərsən. Bu yanlışdır. Çünki daima siz yaşaya bilərsiniz, amma perspektivsiz, heç bir gələcək planı olmadan. Çünki dopamin blokadaya düşür. O cümlədən bütün neyromediatorlar blokadada olduğundan siz robot kimi fəaliyyət göstərirsiniz. Sadəcə rahatsız, deyirsiniz, gülürsünüz, elə bilirsiniz, hər şey yaxşıdır. Amma жизненно важно bir hormonlar blokadadadır deyə sizə bir istiqamət verə bilmir. Yəni beyin özü aktiv olanda nələrsə çıxardır, açır, qapıları açır ki, bax, bunu eləsən, bu şey nəticə ala bilərsən, bunu eləsən, bunu eləyə bilərsən. Yəni bu cürünə gələcək üçün, yəni perspektiv artır. Amma dərmanlar təbii ki 100 ildə içsəz onu siz robot kimi şuraltı ilə hərəkət eləyəcəksiniz. Heç bir aktiv həyat tərzi keçirdə bilmərsiniz. Bu adnaznaçla belədir. Tamam mı? Yəni mən özümü ağramıram, heç bir simptomum yoxdur, rahatam. O sizə elə gəlir, siz elə bilirsiniz ki, dərman sizi rahatlaşdırırsa, deməli siz belə bir 60 ildə davam eləyə bilərsiniz, amma жизненно важно bir şeylər var. Yəni biz həyat yaşayırıq, hər kəsin öz məqsədi var. Ümumiyyətlə məqsədsiz, plansız insan yaşaya bilməz. Sevgisiz insan yaşaya bilməz. Anlatabildim mi? Ona görə də dopamin bağlanandan sonra hətta cinsi zəiflik belə baş verir. Cinsiyyət sistemində də əziyyət çəkirsiniz. İstək sıfıra enir. Ümumiyyətlə istək çox azalır. Belə şeylər var mənim əzizlərim. Ona görə də heç nəyə toxunmadan dərman demirəm pisdir. Dərman müvəqqəti olaraq psixoterapiya ilə yanaşı mütləq lazımdır ki, hələlik bizə lazım olan neyromediatorların bəzilərini blokadaya salaq, bəzilərini aktivləşdirək deyə. Onun da dərman seçimi başqa cürdür. Yəni hər antidepressantdır deyə yazım geçsin. Belə bir şey yoxdur. Anlatabildim mi? Hər kəsə bir cür dərman təyin edirsən ki, yəni bu insan sonra zərərini çəkməsin və həm psixoterapiyanı da yüngül qəbul edə bilsin. Şərtlər çoxdur. Mən məsələn xəstələr müraciət eləyir, görürəm, qorxurlar, nəsə şübhələnirlər, nəsə fikirləşir, çünki o qədər aldanıblar. Mən bunları bilirsiniz, özünüz bilirsiniz mənim fəaliyyətimi, mən
xəstələr aldanmasın deyə, xəstələr labirintə düşməsin deyə, necə ki özüm düşmüşdüm, sonda heç bir nəticə görmədim. Ən böyük pulları bəlkə də mən xərcləmişəm. Bu vaxtı psixoloqlara, filanlara. Mən də MDB ölkələrinə gedirdim. Heç Azərbaycanda psixoloq zat belə şeylər yox idi. Və güclü bir nəticə görməmişəm. Təbii ki, mən psixoterapevtlərə müraciət eləmişəm. Psixoterapevtlər, yəni onların işləmə metodları tam başqadır, psixoloji tam başqadır. Və o nəticələrdə, o istiqamətdə mən nəticə almışam. Və təbii ki, mən bu xəstəliyi üzrə məcburiyyət qarşısında deyək və yaxud həvəsmi gəldi mənə. Məndə uşaqlıqdan vəbşi psixologiya həvəsim var idi, bir də tarixə çox həvəsim olub. Ona görə böyük bir araşdırmalar filanlar bu sənətə, bu psixologiyaya gəlmək həvəsindeydim və gəldim də. Pis nəticə də vermədi, çünki bütün keçmiş psixoloqlar, psixoterapevtlərin yaxşılarından gedir söhbət, hansı ki kognitiv terapiya yaradıblar, ABC sxemi yaradıblar. Bunlar hamısı biri küçə alveri ilə məşğul olub, biri restoranda işləyib, ofisiant. Sonrası gediblər, oxuyublar bu xəstəliyin ucbatından və bu kimi texnikaların müəllifləri olublar. Bunlardan tarix yazır, bunlardan kitablar yazırlar, anlatabildim mi? Bunlarda daha yaxşı aktiv alınır. Çünki bunlar özləri də yaşayıblar. Nevroz özündən də sonra təxmin bütün texnikaları üzərində istifadə edir və hansı texnikalardan xeyir görürsə, onun üzərində başlayır insanlarla işləməyə, ya şablon yox, yəni oxuduğumuz, məktəb üzrə oxuduğumuz, məsələn, o protokol üzrə də yox, biraz kənara çıxırsan və bilirsiniz, oxumaqla deyil də, bu məktəb, universitet bitirməklə deyil, bu kitab oxumaqlarlandır. Çox oxumalısan, çox bilməlisən, anlatabildim mi? Və ki, təbii ki, xeyir verəsən cəmaata, cəmaat nəticə görsün və mən ona görə əleyhinəyəm, ona görə qırsaqqız kimi o yapışıram bu xəstələrdən ki, gedməyin, eləməyin, bunun yolu budur, bunu eləməlisiniz, sizin diaqnosunuz budur, bu istiqamətdə işləməlisiniz. Çox təəssüf edirəm ki, insanların bəziləri min bəhanə gətirib və razılaşmırlar müalicəyə. Mən demirəm, məndən müalicə alsınlar, sadəcə düzgün müalicəni, həkimini seçməyi deyirəm ki, düzgün seçməlisiniz. Ya da ki, xəstə var ki, gəlir, buna elə analizlər yazdırıblar ki, psixoloqdur, yazdırıb ki, bunların heç bir analiz bunun durumuna aidiyyəti yoxdur, tamam mı? Təbii, orada bəzi analizlər biz baxırıq, lazım ola bilər, əgər şübhə yaranırsa. Amma lazım olan analizlər, lazım olmayanları orada licvi pul gəlsin, laboratoriya qazansın, bu yanlışdır. Yazıqdır, bu xəstələr 100-lə 5 manat, 3 manat tapırlar, onu da çəkib alırlar həkimlər, heç bir nəticədə olmur. Xəstədə ruh düşkünlüyü başlayır, xəstə ümidsiz yaşayır, düşünür ki, mənim daha bu çarəm yoxdur, mən elə belə də yaşamalıyam. Bu yanlışdır, hələ indiyənə kimi heç bir nevroz, o deyirlər, 20 il belə yaşadım, 30 il, o müalicəsiz, o yəni üstünə düşmədiyinə görə yaşaya bilər. Amma əksər, əgər istək varsa, həvəs varsa, sağalma arzusu varsa, mütləqdir ki, sağalır və normal həyatına davam edir. Bəziləriniz də yanlış düşünürsünüz ki, müraciət eləyəndə doktor qarant verirsən, mən tam sağalacam əvvəlki kimi falan. Bu mənim heç xoşlamadığım sözdür, çünki birincisi tibb sahəsində qarant
deyilə bir şey yoxdur. İkincisi, bu patoloji xəstəlik deyil ki, səni sağaldaq. Üçüncüsü də ki, sənin özündən çox şey asılıdır. Çünki burada metodlarda biz alternativləri, texnikaları, şur altını təmizləmək üçün müxtəlif yollarla sizə dəstək oluruq, kömək oluruq, öyrədirik. Qaldı ki, siz onu əməl edəcəksiniz, etməyəcəksiniz. Bu ruh xəstəliyidir. Yəni ruhu deyəndə dəli deyil, axı ruhu xəstəliyidir də, patoloji olmadığına görə burada heç bir dərman, heç bir yara-xora sağalma şeyi yoxdur da. Yəni belə bunu ancaq siz özünüz əlləşməlisiniz. Bundan çıxmaq üçün 50% həkimlikdirsə, 50% də sizdir. Yəni bu hər yerdə belədir. Bütün dünyada belədir. Yox, əgər bir həkim ki deyir, sən yetər ki mənə yaxınlaş, mən 3 seansa, 5 seansa səni sağaldaram, bil ki orada pul iyi gəlir. Heç bir yaxşı psixoloq, psixoterapevt heç vaxtı müddət qoya bilməz. Anlatabildimmi? Mən səni 3 seansa, 5 seansa, bunlar hamısı yanlışdır. Tamam mı? Baxır o insanın qavrama funksiyasına, baxır o insanın başa düşmə qabiliyyətinə, əməl eləmə qabiliyyətinə çox detallar var. Anlatabildimmi? Ona görə də biraz ayıq-sayıq olun. Mən istəyirəm ki, siz o qədər çox biləsiniz ki, bəs nə qədər danışıram mən. Bəzi məsələləri aktiv burada açıqlayıram da siz üçün. Ki, o qədər biləsiniz ki, siz həkimlə artıq danışanda, həkim ağzını açanda siz artıq bilməlisiniz ki, bu yaxşı həkimdir, yoxsa pis həkimdir. Və danışanda da ona elə bir suallar verməlisiniz ki, həkim məsuliyyətini bilsin. Bilsin ki, bu xəstə artıq yetişmiş xəstədir, anlayışı var və bundan çox ciddi buna yanaşmaq lazımdır, ciddi işləmək lazımdır. Tamam mı? Ona görə mənim də məqsəd budur. Buna görə çalışıram və ölənə qədər də buna görə çalışacağam. Ki, siz aldanmayasınız, necə ki özüm aldanmışdım. O qədər pullarımı da aldılar. Ortada heç bir şey olmadı. Sonra mənə sorular çatdı ki, bu belə deyilmiş. Anlatabildim mi? Tam başqa metodları var, tam başqa bir şeylər var, incəlikləri çoxdur. Bunu detal-detal işləmək lazımdır. Ona görə də biraz başınızı işlədin. İstəmirəm, siz biraz lori insan olasınız. Həkimdirsə, mütləq birincisi psixolog sizin ailəmizdə ağ xalat geyməlidir. Mütləq buna həkim deyilməlidir. Bu vəbşi psixoloq həkim deyil. İkincisi də ki, gəldim yaxın psixoloqdursa, bu məni mütləq sağalmalıdır. Sağalmadısa, bu bir köpüklü psixoloq deyil. Bu yanaşmalar yaxşı yanaşmalar deyil. Zaten siz nevrozlar tək həkim seçimində yox, tək psixoterapiya və yaxud nəyinsə seçimini eləyəndə yox, siz həyatda da nəyinsə seçimini eləyəndə və yaxud hansı bir işə gedəndə və yaxud hansı bir əlinizi işə atanda onu 1000 dəfə ölçüb biçirsiniz və beyin sizə tamamilə yanlış informasiyalar atır ki, sizdə şübhə doğurur və siz getdiyiniz yoldan çəkinirsiniz. Bundan çəkinirsiniz, ondan çəkinirsiniz, ondan çəkinirsiniz. Bunlardan çəkinirsiniz, düşürsünüz tupikə. Və haçansa sağalanda bunları bir-bir nəzərdən keçirirsiniz və görürsünüz ki, bunların içində o qədər sizə şanslar var imiş, açılıbmış. Siz onlardan istifadə etməmisiniz. Siz uduzmuşsunuz. Anlatabildim mi? Sonra atırsınız həyatın boyuna, sonra atırsınız onun boyuna, o atırsınız bunun boyuna. Əslində bütün günahlar sizin
öz üzərinizdədir, özünüzdədir. Çünki qərarsızsınız, qərar verə bilmirsiniz. Anlatabildim mi? Yəni внутренний konflikt sizə icazə vermir. Bütün nevrozlarda внутренний konflikt deyilən bir şey var. İç dünya, yəni iç səsi, o sizə diktə edir. Siz də robot kimi yaşayırsınız. Əslində siz onu idarə eləməlisiniz, sizdə əksinədir. Ona görə də hər kəsə uğurlar. Allahdan sizə hər zaman şəfa diləyirəm. Özünüzə yaxşı baxın. Kommentariyalarınızı gözləyirəm. Bir tıklayın, подписаться olun, abunə olun və imkan varsa paylaşın ki, sizi kimi xəstələr də bu informasiyalardan faydalansınlar. Tamam mı mənim əzizlərim? Egonuzu yığışdırın. Bir balaca bir-birinizə də dəstək olmağa çalışın. Sağ olun, sağlıqla qalın.